26-cı mətn 5-ci sinif ingilis dili. Read the passage and perform task 110. Mətni oxuyun və 1-dən 10-a qədər çalışmaları yerinə yetirin. Books are our big friends and teachers. Kitablar bizim böyük dostlarımız və müəllimlərimizdir. We can learn many interesting things by reading books. Biz kitab oxumaqla çoxlu maraqlı şeylər öyrənə bilirik. Many people want to learn and reading books helps them in their studies. Çoxlu insanlar öyrənmək istəyir və kitab oxumaq onların təhsilində onlara kömək edir. There are a lot of libraries in our country where you can choose any book that you like. Bizim ölkəmizdə çoxlu kitabxanalar var, hansı ki sən istənilən kitabı orada seçə bilərsən. You can find books in many foreign languages there too. Sən həmçinin orada çoxlu xarici dillərdə kitablar da tapa bilərsən. There are many bookshelves with different books in the library. Kitabxanada müxtəlif kitablarla olan çoxlu kitab rəfləri var. The librarians are always ready to help you to find a book on different subjects. Kitabxanaçılar sənə müxtəlif fənlərə aid kitabları seçməkdə kömək etməyə həmişə hazırdırlar. People can take the books home for some days. İnsanlar kitabı bir neçə günlüyə evə də götürə bilirlər. They can read books and newspapers in the reading rooms too. Onlar oxu zalında kitablar və qəzetlər oxuya bilirlər. Many people visit libraries every day. Çoxlu insanlar hər gün kitabxanaya baş çəkirlər. Və birinci çalışma task 1, tick the best title. Mətni ən yaxşı başlıq seçin. İkinci çalışma tick the opposite of the word boring. Boring sözünün antonimi nədir? Çalışma 1 ilə 2-nin cavabını şər bölməsində yazarsınız.